İkincisi də yenələr bir salınırıq. İlk sənə nəticəsini sizə xatırladaq. Alfa Mərdəkan 2, Polestar 3. Həll edici isə. Məsənquliyev, Bərzəzov, Savalan Abbasov. Ötürmə Ivana çatmadı və out Alfa Mərdəkan. Toral İskəndərov. Mehmet Esanov. Yine Toral. İki Mərəmli. Cavid Babayev. Paralel keçən qarşılaşmada isə Azərbaycan Belarusiya ilə qarşılaşırdı. Təəssüf ki, bu dəfə də millimiz məğlubiyyətdən yaxa qurtara bilməyib. Məlumatın üçün təşəkkür edirik. X-Sport səhifəsi bəli, Belarusiya 2, Azərbaycan 0. Bu qarşılaşmada isə həvəskar liqanın həvəskar komandaları bir-birinə qarşı mübarizə aparır və yaşıl gemdə xatırladım ki, çıxış eləyir Alfa Mərdəkan, göylü qaralı gemdə isə Polestar. Polestar 3 hesabı ilə ələk öndə. Beş oyunu. Sürət Hüseynov. Məsənquliyev və top qapıdan aralıq keçdi. Alməmmədov. İki Mərəmli. Cavid Babayev. Bizim millimizi məğlub eləməyən day qalmadı. Sabah Binə Beşiktaş. Əlbəttə. Binə Beşiktaş çox maraqlı bir qarşılaşma olacaq. Alməmmədov. Mehmet Qalayev. Savalan Abbasov. Bərzəzov. Quliyev topla qalır. Bəhruz Əzizov. Yine Bəhruz. Hesab ise eynidir. Polestar 3, Alfa Mərdəkan 2. Dostlar, canlı yayımızı bir dənə bizi izləyən 15 nəfər aktiv eyni anda bir dənə bəyənirik. Gəlimiz keşfətə düşsün. İki Mərəmli topladı. Kərim Zeynallı və top Mehmet Qalayevdə qalır. Savalan Abbasov. Əzizov. Mehmetov qarşıladı. Cavid Babayev. Golden Bears komandasından dəstək gələcəyində. Təşəkkürlər Golden Bears komandasına. Hər birinizdən. Turnirimizdə debutant olmasına baxmayaraq artıq olduqca çox geniş auditoriya kütləsini özünü sevdirməyə bacarıb Golden Bears. Yanılmırsa sabah da elə mərkəzi qarşılaşmalarından birinə çıxacaq. Canlı yayımızı izləməyi unutmarsınız. Toral İskəndərova gəlir top. İskəndərov. Zərbəsindən sonra top qapıdan aralıq geçdi. Mehmet Esanov. Mehmet Qalayevdə qalır top. Maşallah, maşallah. Yine out yerine itirir Alfa. Alməmmədov topladı. Mehmet Esanov. Eşen Alməmmədov. Top Polestar komandasına geçti. Hesap Hüseyin'de. Polestar 3, Alfa Mərdəkan 2. Yine out Alfa Mərdəkan.
Almamedov çarpazdan yoxladı və son anda Qalayev çıxardır. Savalan Abbasov. Polestar komandası niyyətində sözsüz ən sərrastlı oyuncu zənnimcə bu barədə sonra xəbər verəcək. Kərim Zeynallı yenidən vəziyyəti tarazlaşdırdı. Kərim Zeynallı'nın vurduğu golla Alfa Mərdəkan 3, Polestar 3. Golun müəllifi bir zamanlar Milan Baku'nun heyətində gördüyümüz təcrübəli wunderkind Kərim Zeynallı oldu və mükəmməl gol celebration'larda golunu bayram etdi. 3-3 olur hesab. Polestarın heyətində ən sərrast oyunculardan biri Ayxan Çələbiyevin yoxluğu artıq özünü demək ki, ilk dəqiqələrdən biruzə verir. Burada isə Savalan Abbasova qarşı qayda pozuntusu var və cərimə zərbəsi. Çələbiyev özü də elə canlı yayımızdadır. Axşamınız xeyir olsun. İnşallah yenidən qoşularsınız. Məhəmməd Həsənovda qalır top. Hesab ise beraberdi. Polestar 3, Alfa Mərdəkan 3. Timeout götürür Alfa Mərdəkan. Qapışı da desen zədələndi. Mehmet Həsənov yaxın məsafədən zərbəni zərərsizləşdirərkən özündə bir balaca da olsa narahatçılıq hiss elədi və dərhal timeout götürür Alfa. Bitmə isə təqribən 15 dəqiqə vaxt var. Hər iki komandanın oyuncuları deyərdim ki, gol vurmağa dəfələrcə nail olmuş oyunculardan ibarətdir. İstər Cavid Babayev olsun Alfada, istər Almamedov, Kərim Zeynallı, Qarayev, Tural İskenderov, Atabal Turabov, İlkin Məhrəmli, hətta qalkiper Mehmet Həsənov da tez-tez turnir boyu fərqlənən oyunculardır. Eyni ilə də Polestarı buna daxil etmək olar. Yalnız Mehmet Qalayevin qolunu heç izləməmişik. Qalan hər bir oyuncusu meydanda qol vura biləcək təcrübəyə və cəhdiyə malik oyunculardır. Hər iki komanda olduqca sürətli, güclü komandalardır. Alt yerinə itirəcək Alfa Mərdəkan. Məhrəmli, Cavid Babayev. Daha bir ikinci zərbəsi Alfa. Bərabərlik olduqdan sonra təzyiqi bir xeyli artırıb Alfa Mərdəkan. İskenderov'un zərbəsindən sonra Qalayev dəf etdi. Orada isə qalkiperin mövqeyini tərk etdiyini görüb Həsən Quliyev bu məsafədən fərqlənməyə çalışsa da alınmadı. Sadəcə isə zərbə qeyri qaldı. Mehmet Həsənov topladı. Tural İskenderov. Out Polestar. Sürətçenov. Savalan Abbasov. Feruz Əzov. Həsən Quliyev. Quliyev və tərs ayaqda tutmuşdu qalkiberi Quliyev, amma yenə Mehmet Həsənov çox möhtəşəm reaksiya verir. Məhrəmliyə gəlir top. Həsən Quliyev. Sürətçenov və top qalkibirdə. Hər vaxtınız xeyir olsun. Yəni yeni gələnlər xoş gəldiniz. Hesab isə bərabərdir. Polestar 3, Alfa Mərdəkan 3. Həsən Quliyev. Başladılar. İlkin Məhrəmli. Cavid Babayev. Out Alfa Mərdəkan.
Hacı Baba. Hacı Baba Ağamalıyev yayınımıza hoş geldiniz. Gel topa topa gel. Topa gel. Hala. Kerim Zeynallı. Al Mehmetov. Tural İskenderov. Mehmet Esenov. Gel tam gel. Bunu hareket ediyor. Vedalova gelir top. Savalan Abbasov. Guliyev. Gel ben gel oturayım gidin bana. Ezof'dan ötürmə. Son toxunuş Al Mehmetov'dan out Polyester. Arkaça. Bir de top kazanan bıraka. Qayda pozulur Guliyevə qarşı cərmə zərbəsi. İki nəfərdən ibarət canlı set var. Ülvi Bədəlovun qarşısında Maisin Quliyev tapşırığı kimi oynadı və sonda isə out Polyester. Canlı setdən top meydançanı tərk edir. Maisin Quliyev. Mehmetov vaxtında oxudu epizodda Tavalat Turabotdan ötürmə İskenderov. Top yine Polyester komandasında. Hasan Quliyev çarpazdan yokluyor ve son anda dokunuş var idi. Gün zərbəsi Polyester. Teşekkürler Mehmet Bey. Çok sağ olun. Ceyhun Akbaba yayınımıza hoş geldiniz. Beğeni için çok sağ olun. Savalan Abbasov ve Mehmet Esenov neye çıkarttı ama dayan. Hakim burada merkezi gösterir. Gol olduğunu yanılmıramsa vurguluyor. Yoksa yok. Aha. Qalki biri qarşı qayda pozuntusu. Sanki merkezi gösterilmiş gibi gördüğü ama tabii ki gol değildi. Serasenov uzaktan yokluyor ve gol! İngiliz dilinde tercümede Speed Hüseyinov. Bizim dilde ise Sürat Hüseyinov. Süratli oyuncu, 60 numaralı oyuncu. Polyestar'ı yine hesapta öne geçirdi. Yarın olsa bugün artık hat-trick'ini resimleştirip komandasının 4 goldan 3'ünü müellifidir. Hesap Polyestar 4, Alfa Merdikan 3. Mükemmel bir gol Sürat Hüseyinov'dan. Ama çok sürüşken hesaptı. Her an her şey değişebilir. İskenderov'dan ötürme. Savalan Abbasov karşıladı. Hasan Quliyev. Tural İskenderov. Atabala. Timeout götürür Polyestar komandasının baş meşqçisi ve rəhbəri İlnur Mənsiyev. Canlı yayımızda çok maraqlı söhbətlər gedir. Ara sıra ekranda tıklarsa sevinərik. Dostlar, operatorumuzun səhifəsinə də bir balaca hədiyyələr dəstək eləsəz sevinərik. İnsan hava şəraitində sizlər üçün xidmət etməyə, daha doğrusu qürur duyuruq təbii ki. Özünüz də şahidsiniz, şaxtalı, yağışlı, qarlı günlərdə belə sizlər üçün daima xidmət etdik və zövq aldıq. Və təbii ki, biz də sizlərə təşəkkür edirik ki, istənilən hava şəraitində əsl Heraklılar kimi sizi gördük meydanda. Yəni heç bir hava şəraitindən qorxmadınız, hər an çətin şəraitimizə baxmayaraq meydanda mübarizə apardınız, döyüşdünüz.
Abi. Və belə bir oyunçulara malik Xəzər Liqası əlbəttə ki, gedərək Azərbaycanın ən güclü liqasına çevriləcək. Buna əminəm demək olar. Teşekkürler Nadir Əliyev ötürmənə üçün hədiyyəyə görə. Dədəcanov topladı. Məhmədi çox sağ olurlar. Rüzünüzü bol eləsin hər biriniz. Mehmet. Koy çıksın. Alt yerinə itirəcək Alfa Mərdəkan. Baxaq operatorumuzun səhifəsinə nə qədər dəstək olacağız. Qarayev. Hesabı sizə xatırladım. Polestar 4, Alfa Mərdəkan 3. Qarayevdən geriyə Məhməd Həsənov. Alməmmədov. Qarayev. Bundan önceki karşılaşmada Laçın komandası yekunda 6-4 hesabı ilə Şıvadan üzərində qələbə qazanaraq aktivinə 3 xalı yazdı. İlk karşılaşma ise günün ilk karşılaşmasında veteranlar mübarizə aparırdı və rəqibinə 4-1 hesabı ilə məğlub oldu. Oyunda ise hesab 4-3 polislerin xeyrinə. Cavidan Əmrahov hediyə üçün çox sağ ol qardaş. Allah rızın bol eləsin. Görürsünüz dərhal canlı yayımımız qalxır. Attığınız hediyeler bizim canlı yayımımızı daha da gücləndirir. Beğeniler de həmçin. Sarı verqə təqdim oldu yanılmıramsa Qarayevə verildi və təhlükəli zonadan cərmə zərbəsi yerinə yetirəcək Sürət Hüseynov bugün artıq qarşılaşmada 3 dəfə fərqlənib. Topun arkasında Sürət Hüseynov karşısında 2 nəfərdən ibarət canlı sərt birbaşa çərçivə və boş qapıdan Alməmmədov çıxartdı. Daha bir cet və Məhməd Həsənov imkan vermədi Bəruz Əzdovun fantastik golunu izləyək. Təəssüflə deyirəm, təəssüflə bunu deyirəm çünki çox baxımlı qolların həsrətində qalmışıq bugün. Tural İskəndarov! Səsimi eşitdi Sakit İskəndarov və günün ən gözəl qollarından birini imza attı. Və sil ekran qarşısına Tural İskəndarov. Hesab 4-4 oldu. Maraqlı, mükəmməl gol celebrationlarda qollarını bayram etdilər. Yenə vəziyyət bərabərləşir. Ona deyilən balı gətir. Həsən Quliyev. Sürət Hüseynovun ayağı topa çatsa artıq çətin ki hesab dəyişməyəydi. Aro türməsi çox hiləgərcəsinə verilmişdi. Atabala. Mərəmli boş qapıdan Bəruz Əzdov çıxartdı. Dədəcanov ötürməsən Quliyev istiqamətinə. Quliyev. Bu ehtimal Abbasovla oynayacaq elədə olur. Savalan Abbasov. Daha bir ötürmə və Alməmmədov da kritik toxumuş. Və yenə Məhməd Həsənov yerdə qalır. Neçə dəqiqə qalıb təxminən? Yanılmıramsa son 5 dəqiqə. 5-6 dəqiqə arası. Maşallah. Beğeni sayımız 10K. İlk dəfədir ki bu səhifədə canlı yayımı hətta 33 nəfər izləmişdi. Hər kəs bir dənə yayını bəyənsə canlımız partlasın. Gözlər oyunun baş hakimi Fəqan Kərimovda hansı qərarı verəcək? Aha, hər hansı bir faul qərarı yoxdur. Gün zərbəsi. Sürət Hüseynov təəssüf ki bu epizodu qaçırdı. Mərəmli. Atabala Turabov. Tural İskəndarov. Yine Tural.
Mərəmliyə gəlir top. 2 Mərəmli. Ötürmə də verildi və gol! Alfa hesabda öne geçti. Yine geri dönüş izledik ve yine mükemmel gol celebration'ı 2 Mərəmlidən. Alfa 5. Poleslar 4. Qarayev. Qarayev topladı. Maçta beraberlik olma müəllifidir Qarayev. Canlı yayımızı artıq 42 nəfər izləyir. Hər birinizin axşamınız bir daha xeyir olsun. Mərkəzi qarşılaşmada xatırladım. Alfa Mərdəkan Poleslar oyunundayıq. Yaşıl gemdə olan Alfa Mərdəkan hesabda 4-3, daha doğrusu 5-4 öndə. Yine out Alfa Mərdəkan. Canlı yayımıza qızıl güllər atsaq yayınımız biraz da güclənir. Hediye atan beğenen elleriniz var olsun değerli futbol severler. Yeni sezonda aramıza katılmak isteyenler sayfamıza abone olup tarihte müracaat edebilir. Xəzər Liqası 6. sezonunun tezliklə reklam şarkıda sizlere təqdim olunacaq. Bu dəfə isə ne az ne çok 64 komandaya kadar komandanın qoşulması planlaşdırılır. Çok büyük bir layihə, çok möhtəşəm bir layihə icra olunacaq inşallah. Tabii ki sizlerin de dəstəyinizlə. Atabala Turabov topladı. Turabov ve top kapılarına alı geçti. Oyun başı hakimi gün zərbəsini işarə edir. Yanılmırsa Qalayevin topa toxunuşu olmuştu. Ve burada ise gün zərbəsi düzgün yerə yetirmədiyinə Topalestar komandasına qayıtdı. Bəhruz Əzizov. Elvin Bey hediye için çok sağ olun. Allah razı bol eləsin. Mehmet Həsənov top oyuna daxil edəcək. Maçın son 2 dəqiqəsinə daxil oluruq. Yine out Polestar. Ama yok. Out Alfa Mərdəkan yerini yitirir. Atabala. Karşıladılar. Süratsenov. Out Alfa Mərdəkan son 2 dəqiqə. Minimal hesablı sünüğü var. Mərdəkan temsilcisinin. Süratsenov. Guliyev. Dedecanov. Bəhruz Əzizov. Ve top kapıdan aralı geçti. Kalkırtıp oyuna daxil edecek. Son dəqiqə yarım. 6. oyuncu kimi Savalan Abbasov kapışına Mehmet Qalayev əvəz edir. En azından beraberlik golunu vurmaq üçün böyük ihtimal belə bir taktikaya el attılar. Poleslar komandasının oyuncuları. Savalan Abbasov. Hava ötürməsi başla zərbə olacaq mı? Yox. O qədər də yaxşı almadı ama bu zərbə yaxşıydı. Süratsenovun zərbəsi çərçivəyə yönəlsə bəlkə də top tirin altına en azından yönəlməliydi. Maçın sonuncu dəqiqəsi. Out Poleslar. Elvin 44 çok sağ olun hediye için. Allah Ruzi bol eləsin. Əzizov. Babayev. Out Alfa Mərdəkan. Cavid Babayev. Son tokunuş Bəhruz Əzizov'dan out Alfa Mərdəkan. Bravo bak. Geldi. Yine out Alfa. 3 kaptı. Sağır. Kaşa. Süratsenov. Həsən Quliyev.
Mükemmel zərbə. Amma Mehmet Həsənov da eyni gözəliyle dəf edə bildi. Sonuncu hücum şansı. Out yerine itirecek Polestar. Ama hakim buna gerek bilmedi. Netice Polestar 4, Alfa Merdekan 5. Bu çetin karşılaşmanın galibi Alfa Merdekan oldu. 3 kal Merdekan'da.